Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve barak ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əziz müsəlmanlar, İlk öncə öz nəfsimə və sonra sizlərə Allahdan layiqincə qorxmağa nəsihət edirəm. Bugün mən sizə növbəti dəfə elə bir mövzudan danışmaq istəyirəm ki, həqiqətən qəlbləri parçalayan bir mövzudur. Bugün sizə bir dağdan danışacağım. Səssiz bir dağdan, kölgəsində böyüdüyümüz, amma qiymətini çox vaxt gec anladığımız bir dağdan. Adı ata. Uşaq olanda atasının əlindən tutan balaca bir oğlan uşağı düşünün. O əl böyükdür, güclüdür, təhlükəsizdir. Uşaq heç nədən qorxmur. Çünki atasının əli var. İndi isə düşünün, o əl artıq torpağın altındadır. Və sən ilk dəfə anlayırsan ki, dünya nə qədər sərtdir. Ata ağlamazdı. Heç olmasa biz görmədik. Amma indi düşünürsən ki, bəlkə də gecələr hamı yatanda atamız səssiz ağlayardı. Bəlkə də cibində son pulu olanda belə bizə bildirmirdi. Süfrədə yemək az olanda mən toxam deyən o idi. Yeni paltar alanda özü köhnəsini geyinən o idi. Biz isə böyüdük, səsini yüksəltdik, bəzən başa düşmürsən dedik. Amma indi bir dəfə də olsun səsini eşitmək üçün hər şeyini verərdin. Atasını itirənlər məni yaxşı anlayır. Evdə onun oturduğu yer var, amma özü yoxdur. Qapı açılan kimi içəri girəcək kimi hiss edirsən, amma gəlmir. Telefon kitabçasında adı qalır, amma zəng edə bilmirsən. Sən böyümüsən, amma içində bir uşaq yetim qalıb. Uca Rəbbimiz buyurur ki, hər kəs ölümü dadacaqdır. Bəli, ölüm haqdır. Amma insan atasını torpağa tapşıranda anlayır ki, o torpağa sadəcə bir insan qoymur. Arxasını, güvənini, dayağını torpağa qoyur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, ata cənnətin orta qapısıdır. Əziz müsəlmanlar, bəs biz o qapını necə qoruduq? Neçə dəfə qəlbini qırdıq? Neçə dəfə sözünə qarşı çıxdıq? Neçə dəfə zənginə cavab vermədik? İndi isə bir oğlum deməsi üçün 1000 dəfə ata deməyə hazırsan. Amma cavab gəlmir. Atası sağ olanlar bu sözləri eşidəndə gecikməyin. Gedib əllərini öpün, qucaqlayın, ona səni sevirəm deyin. Çünki bir gün o qapı açılmayacaq. Bir gün evdə sükut olacaq. Bir gün peşmanlıq qalacaq. Atasını itirənlər ağlamaq zəiflik deyil, həsrət imanlı qəlbin əlamətidir. Onun üçün dua et, adını namazda çək, onun adına sədəqə ver. Çünki Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, insan öldükdə əməli kəsilər. Yalnız ona dua edən salih övlad istisnadır. Sənin bir duan onun qəbrində bir nur ola bilər. Bəlkə əziz müsəlmanlar, atan sənə sərt idi. Bəlkə çox danışdırmırdı. Bəlkə sevgisini göstərə bilmirdi. Amma bil ki, o səni bu dünyada ən çox düşünən insan idi. O sənin gələcəyin üçün öz gəncliyini verdi. Və indi əgər atan torpağın altındadırsa, bil ki, sən onun davamısan. Sənin namazın onun nurudur. Sənin düzgünlüyün onun ad ucalığıdır. Sənin salih övlad olmağın onun ən böyük mirasıdır. Ey Allah'ım, dünyasını dəyişmiş atalarımızın günahlarını əff et. Qəbirlərini cənnət bağçalarından bir bağça et. Onları bizdən razı, bizi də onlardan razı et. Atası sağ olanlara onların qədrini bilməyi nəsib et.
ve bizi valideyn ahı alanlardan etme. Subhaneke Allahumma Rabbena ve bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruke ve atubu ileyk.